Geldi böyle amanı böyle. Şeyle götürüyorum. Bir 10 santim burada. Ahit. Hamımızın hər vaxt xeyir olsun. Bu günlər bura gəlməyimizin səbəbkarları bugünkü şəhidlərimizdir. Bu şəhidlərimiz 92-ci ildə Laçının su arasında şəhid olmuşlar. Bu günlər bura gəlməkdən məqsəd rayon icra hakimiyyəti başçısı Malik İsaqov tərəfindən tapşırıq verilibdir. Gəlmişik bura. Buradakı şəhidlərimizin qəbirləri götürülməsi üçün, yəni ölçülər müəyyənləşdirmək üçün. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim bu Qarağaçlı kəndində bir gündə 8 nəfər şəhidi dəfn eləyibdir. Çox ağır acınacaqlı olubdur. Allah Ali Baş Komandanın, hörmətli prezidentimizin canı sağ eləsin, ordumuzun canı sağ eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərin Allah canını sağ eləsin. Bu günlər bura gəlir, bu şəhidlərimizi ziyarət eləmək, kəndimizi, torpaqlarımıza baxmaq, görmək, hamısı hörmətli prezidentimizin, ordumuzun səbəbindən olubdur. Onlar yaradı bu şəraiti bizə. Mən də bu şəhidlərimizin hamısına digər əlavə mülki şəhidlərimiz də var. Bu kənddən 16 nəfər şəhid olubdur. Allah 16'sına da rəhmət eləsin. Onunla da bərabər bütün şəhidlərimizə rəhmət eləsin. Rayon icra başçısı Malik İsaqova öz minnətdarlığımı bildirirəm ki, bizim şəhidlərə bu cür qayğı göstərir. Tapşırıqlar verir ki, bunların da başdaşları götürülməlidir, bərpa olunmalıdır. Allah Malik müəllimin canı sağ eləsin, ömrünü də uzun eləsin. İskenderov Elçin Əhədoğlu, Qubadlı rayon Qarağas kənd sakini. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad yerlər, cənnət olsun inşallah. Sağ olsunlar. Bu işi görməkdə çox böyük savab qazandılar. İnşallah daha yaxşı olar. Allah Taala bu millətə, bu dövlətə bir də bu cür şəhid dəfn eləmək qismət olmasın inşallah.